İnsanın kamilliyinin göstəricilərindən biri, insanın təkamülünün göstəricilərindən biri budur ki, insan hər şeyi olduğu kimi görə bilsin. Hər şeyi olduğu kimi görə bilən insan kamil insandır. Həm dünyanı, həm ahirəti, həm bu dünyada olan hər bir şeyi insan kaş olduğu kimi görə bilən. Bu çox mühüm məsələdir. Bəzən biz bəzi şeylərə baxırıq, elə bilirik ki, onu düz görürük. Amma həqiqət pərdə arxası olan həqiqət başqa bir şeydir. Bu məsələ o qədər mühümdür ki, Peyğəmbərimiz dualarında belə dua eləyərdi ki, Allahümmə ərinil əşyəə kəmahiyyə. İlahi, mənə hər şeyi olduğu kimi göstər. Hər şeyi düz görə bilim mən. Hər şeyin qiymətini lazımi şəkildə verə bilim. Dostu tanıyım, düşməni tanıyım, insanları tanıyım, dünyanı tanıyım, ahirəti tanıyım. Ağa ağ baxım, qaraya qara qiymət verim. Yəni hər şeyi lazımi şəkildə necə ki var elə görə bilim. Bu çox mühüm məsələdir. İnsanların çoxu baxır, elə bilir, düz görür. Amma çox vaxt görürsən, baxışlar fərqlidir. Elə başa düşür ki, mən hər şeyin qiymətini düz vermişəm, amma sən demə, həqiqət çox başqa imiş. Hamı eyni baxmır hadisələrə, insanlara. Məsələn, bir taksi sürücüsü yol qırağında dayanan adama 5 manat kimi baxır, məsələn. Bir 5 manat burada dayanır, 3 manat orada dayanır. Bir həkim ona tərəf gələn xəstəyə insan kimi baxmır bəzi halda. Onu başqa şəkildə görür. Kamil insanlar odur ki, hər bir şeyi düz görə bilsinlər. Bunun üçün nə etmək lazımdır ki, insan hər şeyi düz görə bilsin? Bunun üçün nə etmək lazımdır? Buna necə nail olmaq olar? Bunun üçün bir şey lazımdır. O da budur ki, insan öz yerini tuta bilsin yaradılış aləmində. İnsan əvvəl öz yerini tuta bilsin, bilsin ki, özü kimdir, harada olmalıdır, ona layiq bir yer müəyyən olunur. O yeri tuta bilsin, ondan sonra hər şeyi düz görəcək. O yer nədir? O yer bəndəlikdir. Allah insana bir yer müəyyən eləyib, bir məqam müəyyən eləyib. O məqam hansı məqamdır? Qulluq məqamıdır. Yaradılışın məqsədini də belə buyurur: "Və mə xaləqtul cinnə vəl ins illə liya'budun." Biz insan və cini bəndəlik üçün yaratdıq, başqa bir şey üçün yox. Bəndəlik insanın öz yeridir, tutduğu yer yaradılış aləmində. Hər bir şeyin yeri var, günəşin öz yeri var, ayın öz yeri var, günəş öz hərəkətindədir, ay öz hərəkətindədir, yer öz hərəkətindədir. Bunlar hamısı bir nizamdır. Öz yerini tutub, öz ona təyin olunmuş məqsədə doğru hərəkətdədirlər. İnsanın bunlardan bir fərqi var ki, insan gərək öz yerini öz iradəsi ilə tutsun və bu həmahənglik bərpa olunsun. Günəşin özü əlindədir, hərəkət eləsin, eləməsin. Məsələn, yerin öz əlindədir, heyvanın öz əlindədir. Hamısı ona təqdir olunmuş xətt üzrə hərəkətdədirlər. İnsan yeganə varlıqdır ki, öz ixtiyarındadır. İnsana təklif edirlər ki, sən də gəl bütün bu yaradılış aləmi kimi bəndəlik yolunu tut, böyük bir həmahənglik yaransın bu aləmdə. Öz ixtiyarından gəl. Öz ixtiyarından dərk elə ki, bəndəsən və bəndəlik yerini tut. Qul ol Allaha. Qulun mənası nədir? Qul budur ki, ixtiyarı ağasının əlindədir. Belə misal çəkirlər ki, necə ölünü aparırsan, qusul verən hara istəyir, çörür, necə istəyir, yuyur, ölünün ixtiyarı yoxdur. İnsan Allahla ancaq başqası ilə yox. Allahla münasibətini belə qura, özünü, öz ixtiyarını qoya Allahın ixtiyarında. Bu insan bəndədir. Belə bir məqamı tuta bilsə, o zaman insanın Allahla da münasibətləri düzələr, insanlarla da münasibətləri. İnsanlıq İslam baxımından bərabərdir bəndəliyə. İnsan o adamdır ki, Allaha bəndədir. Əgər bəndə olsa, Allahla da münasibəti düz qurular, başqa insanlarla da. Və ibadur rəhman əlləzinə yəmşunə aləl-ərzi həvna. Allah buyurur, Allahın bəndələri o kəslərdir ki,
yer üzündə təvazökarcasına gəzərlər, insanlarla yumşaq davranarlar. Bu ayənin gözəl hikməti budur ki, yəni Allaha bəndə olsun, insanlarla münasibətlərini də düzələr. Bəzən biz əxlaqa belə başlayırıq ki, Allah deyib cəmaatın üzünə gül, mən də gülüm. Dodağında təbəssüm var, elə bilir də bundan yaxşı əxlaqa sahib oldu. Amma yolu budur ki, bəndəlik yolunu get. Allaha bəndə ol, o gülmək, əxlaq, davranış öz yerində onun dalıcan gələcək. İnsanlarla münasibətdə islah olunacaq. Üzü düzəltməklə düzəlmir o məsələ. Üzü düzəltməklə düzəlsəydi asan idi. Kökü düzəldirsən, qəlbi düzəldirsən, Allaha bəndə olursan, mənəmçilik aradan gedir. Mənəmçilik də aradan gedən kim adam mehriban olur istər-istəməz. Dünyada olan bütün ixtilafların, qaşqabağın, söz-söhbətin bir səbəbi var ki, insanlarda mənəmçilik var. Bütün ixtilafların kökündə bu dayanır. İnsan ki, Allaha bəndə oldu, mənəmçilik aradan gedir, mehriban olur. Hamıya mehriban olur. Peyğəmbər üzündə təbəssüm yaratmırdı insanlara qarşı. Peyğəmbər ki, Allaha kamil bəndə idi, ona görə insanlara qarşı da mehriban idi. Həzrət Əli əleyhissalam təqvalların sifətini Həmmam xutbəsində sayıb. Biz dəfələrlə tövsiyə eləmişik, o xutbəni insanlar oxusunlar. Həzrət Əlinin həm ictimai mövzuda olan xutbələri çox gözəldir. Məsələn, mən tövsiyə eləyərdim gənclərə Həzrət Əlinin Malik Əşlərə məktubunu oxusunlar ki, bir çox ictimai hüquqi məsələlər öz əksini tapıb o məktubda. Çox gözəl mövzusu var. Və Həzrət Əlinin sırf mənəvi mövzularda da xutbələri var. Onlardan biri də Həmmam xutbəsidir ki, orada baxın, görün, təqvalıları necə tərif edir. Öz nəfsini əziyyətə salar, insanları əziyyətdən xilas eləyər. Yəni, mənası nədir? Yəni, nəfsi öz əlindən əziyyətli olar. Bunun nəticəsində insanlar da bundan əziyyət çəkməz. Cəmaata biz niyə əziyyət veririk? Çünki nəfsimiz öz ixtiyarımızdadır. Əgər nəfsimiz öz ixtiyarımızda olsa, Allahla münasibətimiz düzəlsə, cəmaata bizdən ziyan dəyilməz. Heç heyvanlara ziyan dəyilməz. Həzrət Əlinin o sözü ki, qarışqaya zülm eləmərəm, dünyanı da mənə versələr, Allahla münasibəti düz idi, kamil bəndə idi deyə heç insan ondan ziyan görə bilməzdi. İnsan Allaha bəndə olarsa, insanlarla da münasibətləri düzələr. Allahla da münasibətləri düzələr. Və Allah bizi bunun üçün yaradı. Bütün insanları bunun üçün yaradı. Səhərdən axşama qədər bütün əməllər ki biz eləyirik, hamısı nəyə görə olsun ki, Allah bunu istəyib məndən. Və bunu eləyə bilsək, biz bəndə olarıq. Səhərdən axşama qədər hədislərdə var və alimlər belə deyib. Deyiblər, Allah insana baxanda, günün hər hansı anında insan o yerdə olsun ki, Allah onu o yerdə görmək istəyir. Bunun adı bəndəlik. Hər an biz 100 yerdə ola bilərik, 100 işlə, 1000 işlə məşğul ola bilərik seçimimizdə. Bəndə o adamdır ki, Allah hər an ona baxanda görür, bu düz yerdədir. Harada ki, Allah istəyir, oradadır. Və nəyi ki, Allah istəyir, o işi görür. Bu çox mühüm məsələdir insan üçün. Və Allah bu xüsusiyyəti bizdə tərbiyə eləmək üçün bizə ibadətləri vacib buyurur. Dəstəmaz deyir alacaqsan. Üzət suyu tökəcəksən, yuxarıdan aşağı yuyacaqsan. Balaca belə elədim, batıldır. İlahi, niyə görə, nə fərqi var? Mən bu üzü yuyuram, yuxarı yudun, aşağı yudun. İstəyir sənə başa salsın ki, sən öz başına dörsən. Onun fərqi var. Mən belə istəyirəm. Yadından çıxatma ki, mənə bəndəsən. Mənim bəndəmsən. Mən sənin ixtiyar sahibinəm. 52 dəfə yuyacaqsan. Zöhr namazında günorta həmd surəni yavaş deyəcəksən. Axşam bərk deyəcəksən. Axı, nə fərqi var? Mənim ürəyim istəyir bərk deyən. Məsələ ondadır ki, ürəyin istəyəni eləməsən insan olarsan. Ona görə. Məsələ bundadır. Mən belə istəyirəm. O da ona görə yox ki, insanı nəuzubillah sındırsın. İnsanın xeyri bundadır ki, öz istəyi ilə yox, Allahın istəyi ilə yaşasın. Həccə gedənlər görüb, çiyniyib balaca Kəbədən çöndərsin, təvaf batildir. Bəzi hacılar mən görürdüm orada. Çoxunun əksəriyyəti daha doğrusu. Biz gəlmiş Allah evini ziyarət elə, çiyin belə oldu nə olacaq, elə oldu nə olacaq. 7 dəfə oldu, 6 dəfə. Bu nə sözlərdə özünüzdən çıxartmışsınız? Elə bilir mən yazmışam şəriyyəti. Etiraz edir ki, bu başqa söz başınıza qəhətdir. Gəlmişəm, mən Allahın evini ziyarət elədim, gördüm, getdim. Amma başa düşmür ki, Allahın işi var insanla. Ola bilərsən həccin fəlsəfəsini biləsən, dərinini bilməlisən də elə.
Bilməlisən ki, bu daşın başına fırlanmaqda nə var, onun hamısının ədəbinə, irfanına əməl elə, amma yenə də şəriət öz yerindədir. Elə bir məqam yoxdur, sufilər deyir, bir yerə çatdın da şəriət qutardı, yox. İslam deyir ki, hara qədər ucalırsansa ucal, müştəhid ol, peyğəmbər ol, imam ol, elmlər doktoru ol, ziyalı ol, kim olursan ol, o sadə şəri ehkamlara həmişə əməl elə, həmişə. Çox zaman görsən, bəzi ziyalılara bu şeylər ağır gəlir. Niyə? O ürəyində bəzən görsən, o qürurdan, təkəbbürdən doğru ki, mən boydadan duracam, indi suyu belə tökəcəm. Nə olacaq ki bundan? Amma Allah elə istəyir onun içindəki o bütü sındırsın deyə bu şeyləri vacib buyurur. Şəriət ehkamlarını vacib buyurur. İmam Rızadan biri soruşdu ki, ağa dəstəmaz niyə alırıq? Deyirlər, yəqin ki, ürəyində tutmuşdu ki, ağa desin təmizlənmək üçün. O da desin ki, mən elə əlimi yuyaram, üzümü yuyaram, sabunla qəşəng təmizlənərəm. Soruşdu, ağa dəstəmazı niyə alırıq? Ağa sadə cavab verdi. Ona görə ki, Allah dəstəmazı vacib buyurur. Baxsın, görsün, kim sözünə baxır, kim baxır. Məsələ bundadır. Baxsın, görsün, o sadə hökmlərdə böyük mənalar var. İnsan onu şövqlə eləyər. Sən demirsən, belə yuyum, mən də belə yuyuram. Ola bilər mən müctəhidəm, risalə yazıram, aliməm, ola bilər mən sadə adamam. İbadətlərdə fərqi yoxdur. Deməyib ki, məsələn, dövlət başçıları belə namaz qılsın. Alimlər belə ibadət eləsin. Sadə adamlar belə yox. Hara qədər gedirsən, ged, nə ictimai məqamda olursan, o sadə bir sıra əməllərə sən əməl eləməlisən. Çünki Allahın işi sənəndir, istəyir sənin içində o bütü qırsın, hər an sənə hiss elətdirsin ki, sən mənim bəndəmsən, sən mənə bəndəsən. Bir çox şeylər o mənim ürəyin istəyindəndir. Biri gəldi alimlərdən birinə dedi ki, ağa mən istixarə istəyirəm. Yeri gəlmişkən, bunu da deyim, elə istixarə sözü gəlmişkən. İstixarə istisnai hallarda Qurandan məsləhət almaqdır ki, insanın ağlı bəzi məsələlərdə aciz qalır, insan məsləhətləşir, görür ki, məsələn, dostları da düz məsləhət verə bilmir. Elə bil ki, ürəyi arxayın olmur, bir işi görüm, görməyim. O halda gedər, Qurana müraciət edirlər. Quran açılar da bizdəki kimi yox. Quranda açıldı, dedi ki, bir nəfər var, sənin üçün cadı eləyib, bir nəfər var, belədir, sənin yolunda bir qadın var, nə bilim, bir kişi var. Bu falçılıqdır, bu İslamla zid bir şeydir. İstixarənin mənası Allahdan məsləhət almaqdır. Quran açılsan biləsən ki, Allah bu işi mənə məsləhət görür ya yox. Və təəssüf olsun ki, bəzi hallarda bunu, yəni haşiyə olaraq deyirəm ki, bizim cəmiyyətdə də istixarə çoxalıb həddən artıq. İstixarə bu qədər həddə olmamalıdır. İstixarə insan elə ağlına bir fikir gələn kimi getsin, istixarə eləsin. Bu pis şeyin göstəricisidir. İstixarə istisnai hallarda bir dəfə, ömürdə 2 dəfə, 5 dəfə olmayan, amma da hər addımda insan bir niyyəti gəlib çıxan kimi istixarə eləyə, bu düzgün deyir. Çünki insan Allah ağıl verib, istəyir insan ağılla yol getsin. Hər şeyi istixarə eləməsin. Nəsə sözüm bunda yox. Gəlir alimin yanına deyir, mənə istixarə elə. Soruşur ki, nəyə görə istixarə edirsən? Deyir, 2 dənə tədbir var, 2 məclis var, bilmirəm hansına gedim. Ağa soruşur ondan ki, ikisi də əhəmiyyət dərəcəsi eynidir sənin yanında. Yəni biri ağılla, məntiqlə, o birindən üstündürsə, xeyirlidirsə ora get. Deyir, yox, ikisi də bərabərdir mənim üçün. Onda o alim deyir ki, onda sən istixarəyə ehtiyac yoxdur. Bax ki, könlün istəmədiyi yer harada ora get. Nəfsün hara daha az çəkirsən ora get. Çünki Allah istəyir ki, nəfsün istəyinlə hərəkət eləyəməsən. Bir qədər də havaya nəfsi sındır burada. Hədislərdə də var, 2 iş qabağına çıxıb, ikisinin də əhəmiyyət dərəcəsi eynidir, bilmirsən hansına eləyəsən. İkisi də eynidir əhəmiyyət baxımından, onda o şeylə ki, nəfsün az istəyir onu, o işin dalınca ki. Bütün dinin məqsədi, məramı insanın içində olan o bütü sındırmaqdır. İnsan Allahla ağa, qul münasibəti qura bilsin. Allahla dost olaq deyirik. Dost da olanda bilək ki, bizim sahibimizlə dostluq biz. Bərabər münasibət qurmayaq Allahla. Allahı sevək, amma qulun ağanı sevməsi kimi sevək. Bu mühüm məsələdir. Və əmmə mən xafə məqamə Rəbbihi və nəhən nəfsə anil hava. O adam ki, Allahın Rəbli məqamından qorxdu və nəfsini günahlardan təmizlədi, cənnət onun yeridir. Yəni, Rəbb kimi qəbul eləyəsən. Mümkündür, mən bir adamdan utanam, günah eləməyəm onun yanında. Məsələn, biz bir-birimizin yanında xəcalət çəkib günah eləməliyik.
Allahla da münasibət belə olmasın ki, necə cəmaatdan utanıram, səndən də utanıram. Yox, Allahı sahib bilib ondan utanasan. Biləsən, sənin sahibindir, o şəkildə utanasan. Bəndə belə münasibət qurur. Adi insandan utanmaq kimi yox. Bəndənin qulun ağasından utanmaq kimi olsun. Həzrət Əlinin münacatlarına baxın. Adətən ümumiyyətlə bəndələr Allaha ya Allah çox deməzlər. Mavlaya deyərlər, ya Rəbb deyərlər. Həzrət Əlinin məşhur münacatı var. Mavlaya ya Mavlaya. Əntəl Mavla və ənəl əbd. Və həl yərhamul əbdə illəl Mavla. İlahi, sən ağasan, mən nökərəm. Nökərə ağadan başqa kim rəhm eləyər? Mavlaya ya Mavlaya. Əntəl maliku və ənəl məmluk. Həl yərhamul məmlükə illəl malik. Sən sahibsən, mən sənin ixtiyarındayam. Mən sənin mülkünəm, sən maliksən. Mülkə malikdən başqa kim rəhm eləyər? Gözəl münacatdır. Həzrət Əli deyir, əntə filan, ənə filan. Əntər raziqu və ənəl mərzuq. İnsan Allahla münasibət quranda bu şəkildə qurar. Ona görə də Allah dini hökmlər, namaz, ibadət bilirsiniz nə üçündür? Mən keçən dəfə dedim, bu hərəkətlər Allahı çox maraqlandırmır, mahiyyət maraqlandırır. Bu ibadətlərin mahiyyəti budur ki, içində olan o qüruru, mənəmsiliyi qırsın. Bunlar məşqlərdir, bəndəlik məşqləridir. İnsan məşq eləyir, bəndə olmaq dərsi alır. Allah çox istəyir ki, hiss elətdirsin bizə ki, o ağadır, biz ondan aslıyıq. Bəzən buna görə bizi günaha da salır. Günaha salır bu mənada ki, hərdən hədislərdə var, Allah nəzərin çəkir, qoy bəndəm günah eləsin. Niyə? Ona görə ki, bəzən ibadət eləyirik, günah eləmirik, bizdə mənəmçilik, qürur yaranır. Hədislərdə var, günah eləyib, peşman olmaq, ibadət eləyib özündən razı olmaqdan daha yaxşıdır. Allah xoşlayır insanda o peşmançılıq halını xoşlayır. Ona görə hərdən deyib, bəndəmdən nəzərimi çəkərəm ki, məndən asılı olduğunu başa düşsün. İbadətinə çox qürurlanmasın. Başa düşsün ki, mən nəzərimi çəksəm, bir dənə vacib namazı da qıla bilməz. Nəinki gecə ibadətini. Hərdən Allah o asıllığı bizə yada salmaq üçün bizi bəzi ibadətlərdən məhrum edir və bizə bəzi günahları qabağımıza çıxardır. İmamlardan birindən soruşdular, ağa, insan günah eləyə-eləyə cənnətə gedə bilər? Buyurdu, bəli, gedə bilər. Dedilər, necə olar, günahla cənnət tutmur axı? Buyurur, bəli, mömin günah eləyər, sonra peşman olar, peşmansılığına görə Allah onu cənnətə aparar. Peşmançılıq acizlik əlamətidir. İnsan ayılar ki, ilahi, məndən nəzəri çəksin, mən günahın qabağında diyana bilmərəm. Və duanın da mənalarından biri budur. Ud'uni əstəcib ləkum, əlləzinə yəstəkbirunə ən ibadəti. Buyurur, dua eləyin, məni çağırın, mən cavab verim. O kəslər ki, mənim ibadətimdən təkəbbür elədilər, onları cəhənnəmə apararam. Dua, yəni insan aciz halda əlini Allaha qaldırsın. Bilsin ki, onun sahibi Allahdır. İnsan öz asıllığını başa düşsə, onda Allahla da münasibətləri düzələr, insanlarla da. Ən gözəl bəndəliyin mənzərəsi bilirsən, insan can verən vaxt. Qədir gecəsində biz o Şənkəbir duası oxuyuruq. Ya mən fi məmati qüdrətu. Ey o kəs ki, ölüm anında qüdrəti daha çox zahir olur. Bilirsiniz niyə insan o zaman insanın zəlilliyi daha çox aşkar olur? İnsan ölüm anında görür ki, malın insana daha xeyri yox. Görür, övlad heç nə eləyə bilmir. Hara baxır, görür ki, heç kəsin əlindən bir şey gəlmir. O zaman başa düşür acizliyini, olur bəndə. O zaman başa düşür. Başa düşür ki, bax, bu məni məğrur eləyən mal, sərvət, övlad heç nə eləyə bilmir. Mənim bu halıma heç bir fayda verə bilmir. Görür, təsirdən düşüb, zillət, necə deyim, tozu üzünə qonur insanın. İnsan başa düşür acizliyini. Amma mömin o adamdır ki, əlində mal ola-ola bu halda olar. Qüdrətli vaxtında acizliyini başa düşür. Biri var da ixtiyarsız yıxılıb qalmışam yerdə, canım gəlib boğazımdadır. Baxıram, hamı da aciz baxır mənə, əlindən heç nə gəlmir, təbiidir. Orada başa düşmək təbiidir. Amma mömin o adamdır ki, qüdrətinin fövqündə olanda, mal, sərvət, ixtiyar əlində olanda bu acizliyi anlasın, başa düşsün. Bilsin ki, ixtiyar Allahın əlindədir. İrhəm əbdəkə zəlilə zəif. Səcdədə deyir, hər gün bu sözü deyin.
İlahi, öz zəlil və zəif bəndəvə rəhm elə. Fərqi yoxdur mənim ictimai mövqeyim nədir, mən kiməm, nəyəm. Amma mən sənin zəlil bəndənəm. Hər cəhətdən Allaha insan tabi olar bəndə. Əleyhisselamın bəndəliyinin həddinə baxın, Kumeyl duasında. Buyurur ki, əgər qiyamət günü məni cəhənnəmə aparsın, orada da elan eləyərəm cəhənnəm əhlinə, deyərəm ki, mən Allahı çox istəyirəm, sevirəm. Bunun mənası bilirsiniz nədir? Yəni, sən bütün qayda qanunları pozsun. Sən demirsən, namaz qıl cənnətə ki, mən qıldım. Düzdür, belə şey baş tutmaz, amma Həzrət Əli öz sədaqətini Allaha deyir. Deyir, sən bax, bütün o sözlər ki, mənə demişdin, söz vermişdin, itayət əhlinə belə, elə birdən sözü pozsun orada, məsələn. Mənə desin, get cəhənnəmə, orada da mən səndən əl çəkmərəm. Mən yenə də bəndə qalaram və elan eləyərəm ki, mən Allahı çox istəyirəm. Hərçənd Allah belə davranmaz, amma Həzrət Əli münacat halında, ibadət halında bu sözü Allaha deyir. Orada məni aparsın, etiraz eləmərəm. Bir dənə hədis var, deyir, bir nəfər abid ibadət eləyir, Həzrəti Cəbrail baxır, deyir, bəh, nə gözəl bəndədir bu, Allaha deyir. Allah deyir, bax, lövh-ü məhfuzda gör bunun adı hardadır. Baxır, görür ki, bədbəxt adamların siyahısındadır bu abidin adı. Nicat tapan insanların siyahısındadır. Əvvəldən də ibadətinə baxır Həzrəti Cəbrail, deyir, ilahi, icazə ver, gedim onunla görüşüm, sənin gözəl bəndöndür. Gedim onunla biraz danışım. Allah deyir, bax, adı hardadır. Baxır, görür ki, bədbəxt insanların siyahısında. Allah deyir, indi də gedib ziyarət eləmək istəmirsən onu. Ged onu ziyarət elə və ona çatdır bu xəbəri. Bəzən mələklər tək peyğəmbərlərə yox, insanlara da nazil olur. Quranda da var bunun dəlili, yəni peyğəmbər olmayan insanlara. Gəlir bu abidin yanına, bilməm nə surətdə. Deyir, çox özü əziyyətə salma. Mən Cəbrailam gəlmişəm. Baxdım lövh-ü məhfuza, adın nicat tapmışlar siyahısındadır, bədbəxt insanların siyahısındadır. Deyir, bunu eşidir, gülür, təbəssüm edir. Deyir, əlhəmdülillah, şükür olsun Allaha. Ağa odur, bəndə mənəm. Hara istəyər adımı yazsın. O belə məsləhət bilibsə, çox yaxşı, çox gözəl. Cəbrail mələyin səviyyəsindən yuxarı çaşır qalır. Başa düşmür, nə baş verir. Gəlir Allahın yanına, Allah deyir, bax, o bəndənin adı hardadır, baxır, görür ki, indi də nicat tapmışlar siyahısında. Dedi, ilahi, sən neynədin, bu nə işlərdir ki, mən heyran qalmışam. Allah buyurur ki, onun əlhəmdülillahı çox yerində olan əlhəmdülillahıdır. Qiyməti bu qədər idi ki, onun adı oradan pozuldu, gəldi bura. Bu əlhəmdülillahın çox qiyməti var. Bu elə bir əlhəmdülillahdır ki, mənim çox xoşum gəldi, onun aqibətini dəyişdi. Əlhəmdülillah yerinə düşəndə belə bir qiyamət eləyə bilir ki, insanın bütün taleyini dəyişə bilir. Allah odur, mən bəndiyəm. Adımı hansı siyahıya salsın, mənim işim ona bəndə olmaqdır, ona qul olmaqdır. Bu mərhələdir ki, insanın ömründə yaradılışın məqsədidir bu. İnsan bunun üçün yaranıb ki, bu mərhələyə gəlib çatsın ki, iradəsini Allahın iradəsinə təslim eləsin. Və burada sonunda bir sözü mən demək istəyirəm. Bəziləri irad tutar ki, bu necə dindir ki, insana deyib qul ol. Dünya deyir, azad olun, bu deyib qul ol. Bugün dünyanın şüarı nədir? Azadlıq, insan azadlığı. Deyərlər, yaxşı, dünya azadlıqdan danışır, bu din gəlir deyib qul ol, səhərdən axşama qədər. Bu necə bir dindir? Amma diqqətlə insan baxsa bu sualın cavabını tapar ki, insanın qul olması əslində onun azadlığına bərabərdir. İnsan hər halda quldur, ya istəklərinin quludur, o adamlar ki, mən istədiyimi eləyirəm, onlar özünü azad sayır. Amma başa düşmür ki, şəhvət onları əsir eləyir, boynuna zəncir salıb, hara istəyir aparır. Amma həqiqi azad o insandır ki, özündən yüksəyə qul ola bilsin, özündən yüksəyə. O zaman insan izzət tapır, o zaman insan həqiqi azadlıq tapır, o zaman insan heç zaman özü kimisinə itaət eləmir. Kim deyə bilər ki, qulluq azizliyidir? Həzrət Əbəlfəzin vücuduna bax, əbd-i salihdir Həzrət Əbəlfəz. Əbd-i salih, yəni salih bəndə. Həzrət Əbəlfəzin əbd-i salih olması ona o məqamı verdi ki, şəhidlər ona qibt eləyəcək. Həzrət Əbəlfəz meydana girəndə, düşmənlə vuruşanda heç kəs qabağında diyana bilmirdi. Kim Həzrət Əbəlfəzi acizlikdə
ittiham edirlər. Dinin insana dediyi qulluq o başqalarının dediyi qulluq kimidir. Din ki deyir insana qul ol, yəni istəklərindən azad ol, nəfsün əsarətindən azad ol, qüdrətli ol. Allah deyir mənə bəndə olsun, aləmin nizamını sənin ixtiyarında qoyaram. İslam deyir ki qüdrət tapmaq istəyirsən, azad olmaq istəyirsənsə Allah buyurur mənə bəndə ol, səni özüm kimi eləyərəm. Bu hədis çox qəribə hədisdir. Buyurur mənə bəndə ol, səni özüm kimi eləyərəm. Necə mən nə istəsəm ol desə olar, ol desəm. Sən də belə bir məqama çatarsan ki, nə istəsən ol desən olar sənin üçün. Bu nəyin nəticəsində mənə qul olmağın. Bir abid bəndə yolla gedirmiş, görür uşaq damdan düşür yerə. Damdan düşəndə anası qovurmuş, dalıcan gedirmiş. Daha qaçıb damdan yıxılır yerə. Keçəndə baxır uşağa, deyir Allahın iznindən diyan. Uşaq diyanır havada. Sonra əlini açır, uşaq düşür qoluna. Cəmaət tökülür bunun paltarını cırsın, təbərrük eləsin, sən müqəddəs adamsan, möcüzə göstərdin, deyir nə olub axı? Deyirsən belə dedin, uşaq havada qaldı. Deyir təəccüblü bir iş baş vermir. 50 il Allah deyən sözə mən baxmışam, bir dəfə də mən Allahdan bir şey istədim. O da mənim sözümü eşitdi. 50 il mən onun sözünü eşitmişəm, bir dəfə də mənim sözüm düşdü. Bu da təəccüblü bir şeydir. İnsan doğrudan da belə yaşasa, Allahın sözünə baxsa, Allah elə bir qüdrət verər, elə bir azadlıq verər insana ki, insan bu yaradılış aləminə hakim olar. Ona görə Peyğəmbərini Allah tərif eləmək istəyəndə namazda biz necə deyirik? Abduhu və Rəsuluhu. Şəhadət verirəm ki, Allahın qulu və elçisidir, bəndəsi və elçisidir. Qulluq məqamı ən gözəl tərifdir Peyğəmbər üçün. Amma kim Peyğəmbər əstəğfurullah zəlillikdə ittiham eləyə bilər? Kim deyə bilər Peyğəmbər aciz idi? Peyğəmbər həqiqi azadlığın dərsini insana öyrətdi. O vasitə ilə ki, insan Allaha öz ixtiyarını, Allahın ixtiyarında qoymaqla həqiqi azadlığın şirinliyini, ləzzətini dada bilər.